Cümləniz mübarək olsun, əziz və dəyərli traderlər. Bugün nələr baş verəcək? Bugün qızıl yenidən dünənki qalxışı davam etdirəcək mi? Sonuna gəldikdə isə təbii ki, bu yenə asılı ətrafda baş verən müharibələrdən, çıxan xəbərlərdən və bəyanatlardan asılıdır və partlayışlardan asılıdır. Bugün ümumi olaraq, yəni əslində qızıl yavaş-yavaş yuxarı doğru istiqamətini davam etdirməlidir, amma təzyiq altındadır, biraz qalxır, daha çox enir. Təbii ki, bu da tankerin partlamasına, yeni müharibələrin baş verməsinə və s. və ilaxır. Bugün nələr baş verəcək? Yəni dünən bildiyiniz kimi siqnal kanalında paylaşdığımız siqnallar mükəmməl nəticə verir. Bugün səhər saatlarında da qızılda və gümüşdə açdığımız satış əməliyyatları, paylaşdığımız sel siqnalları mükəmməl gəlir verdi və bugün dünəndən bugünə qədər 220 dollar qızıl qalxıb və bugün səhər saatlarında 4187-lərdən satış əməliyyatları vermişdi, gəlirlə nəticələndi. Yenidən erkən alışlar 4193-lərdən 4163-lərə kimi, 4193-dən 4213-lərə kimi hələ ki bu proqnozu vermişik. Ondan sonraki yenidən siqnal kanalında paylaşacaq. Satışlar isə 4163-lərdən gələcək. Yəni cümə günü də daha sürətli hərəkətlər yerli saatdan saat 17:00-dan sonra olacaq. Qızıl gümüşdə satış əməliyyatları səhər saatlarında 66-9'lərdən verdi. Yəni mükəmməl gəlirlə nəticələndi. Yenidən erkən alışlar yəni hansı nöqtələrdən gələcək? Yəni satışlar təbii ki yenə 63 200'lərdən yəni çox üzr istəyirəm, 66 400'lərdən gümüşdə gələcək, 67 isə 100'lərdən alışlar gələcək. Gümüşdə təbii ki qızıldan 5 dəfə daha çox gəlir verir. Keçək biz Bitcoin'ə. Bitcoin'də dünən alış əməliyyatları haqqında məlumat verilib, mükəmməl gəlir oldu. Bugün alışlar Bitcoin'da hansı nöqtələrdən gələcək? Yəni 63 900'lərdən alışlar, 62 200'lərdən satışlar demişdi. Artıq gəlirdədir. Satış əməliyyatlarını siqnal kanalında paylaşdıq. Mükəmməl gəlir verib və sığortalamağa dəyər. Keçək biz neftə. Neftə təbii ki satışlara biz müəyyən etmişdik 90-20'lərdən, artıq satışlar gəlir. Biraz aşağı düşəndən sonra sığortalamağa dəyər. Alışlar isə 91-20'lərdən gələcək. Euro dolar, funt dolara alışlar euro dolarda 1.15-800'lər, satışlar 1.15-600'lər. Funtda isə alışlar 1.34-250'lərdən, satışlar 1.34'lərdən gəldi və 100 pipsli bir gəlirdən nəticələndi. Belə cümləniz bir də mübarək olsun, siqnal kanalına abunə olun. Eyni zamanda bu ayın axırına qədər hər bir trader, yeni trader, yəni Forex-dən məşğul olan trader 50 dollar yəni real hesabına yatırımsız alar və ticarət edir. Dünən uşaqlardan əksəriyyəti alış əməliyyatları qızılda verdilər və 200, 500, 600, 800 dollarlı bir gəlirlə bazardan çıxdılar. 50 dollarla təbii ki onlara verilən hədiyyə ilə. Belə siz də bundan yararlana bilərsiniz. Sağ olun, inşallah görüşmək ümidi ilə.